Bu adam yemek pişirə bilmirdi. Nereden karıştırdı? Çok yedi. Yok, pişirə bilmir. Ağız tadım bilmir. Oh. Sənə nə olub? Acığa gəldi, mən almaz elə deyəndə. Tahir'le Sevil'de öğrendi. Hə? Deyirəm, Tahir'le Sevil'de öğrendi. Öyrəndi də neyniyək? Ben bu evde kalmayacağım. Sən yenə başladın. Senin fikirlerin benim için önemli değil. Başa düşürsen, sen istersen kal, istersen gel. Ama bəsdir mənə bu zulmü yaşattın. Sən mənim sözümə baxmasan zülmü yaşayacaqsan, onu bilirsən. İyi, qoy yaşayayım. Ama ben bu evde kalmayacağım. Yaxşı da gecə-gecə qərar verməkdən çəkil, bəsdir. Ona elə süfrə deyirsiniz. Nədir məqsədiniz? Ne demək istəyirsiniz? Hər şey istəyirsiniz, arvad öyrənsin. Qanqarasına düşsün, bunu istəyirsiniz siz. Özünüzü normal apara bilmirsiniz siz. Yox, mən normal para bilmirəm. Mən onları yan-yana görəndə əsəbləşirəm, dəli oluram. Əsəbləşsən bax şu divara vur. Başa düşdün mənim? Dəmir çeynə. Qalx otağa səsin çıxmasın. Əsəbləşir. Sən də əsəbləşsən? Niye biz ha? Sen kim profesyonel değildi de bu işlerde. Ha, boş-boş danışmayı burada. Nə profesional? Mən professionalam, ha? Mən ailə üçün eləm də bunu. Eləməlisiniz, başa düşürsən, məcbursuz. Arvaddan bunu gizlətməliyik. Niyə başa düşmürsünüz bunu, ha? Bilmirəm. Nə edirsiz eləyin, özünüzü yandırmayın, başa düşdünüz? Mən bu boyda əziyyət çəkməmişəm, siz özünüzü bomba göstərəsiniz burada. Ya bunlar pis olurlar. Mama bilsə çox pis olacaq. Mama bilməmək üçün də ağzını yummalısan, baxış atmamalısan, başa düşdün? Heç kim heç nə bilməyəcək. Onsuz da açılacak onun üstü. Sən necə bayquş adamsan ya, açılmasın da. Biz də istəyirik ki, açılmasın, başa düşdün? Bizim də məqsədimiz budur. Başa düşdün hə? Ha,